Gürcüstan prezidenti Mixail Kavelaşvilinin ilk rəsmi səfərinin məhz Azərbaycana etməsinin xüsusi strateji əhəmiyyəti var. Çünki bu addımla Kavelaşvili iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu göstərir. Digər tərəfdən rəsmi Tbilisinin xarici siyasətində Azərbaycan istiqamətinin prioritet olduğunu vurğulayır. Bu isə bizə onu deməyə əsas verir ki, bugün paytaxt Bakıda hökm sürən istənilən hava şəraitindən asılı olmayaraq prezidentlər arasında danışıqlar müsbət ab-havada keçəcək. Məqam yetişir. Yağışlı Bakı səhərində Gürcüstan prezidenti Zaqulba iqamətgahına təşrif buyurur. Əvvəlcə Azərbaycan və Gürcüstan prezidentləri arasında təkbətək görüş keçirildi. Gündəlikdə olan bir sıra mövzular müzakirə edildi. Sırada isə mətbuata bəyanat var. Hazırda Azərbaycan və Gürcüstan prezidentləri arasında görüş davam edir və şübhəsiz ki, bu təmaslar zamanı həm iki ölkəni, həm də regionu maraqlandıran bir sıra mühüm və maraqlı mövzular müzakirə edilir və heç şübhəsiz bu mövzular arasında enerji məsələləri, beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən regional təhlükəsizlik məsələləri yer almaqdadır və biz hazırda mətbuat konferansının keçirildiyi otaqdayıq. Artıq görürsünüz, son hazırlıq işləri davam eləyir və yekunlaşmaq üzrədir bu hazırlıq işləri və bir neçə dəqiqədən sonra Azərbaycan və Gürcüstan prezidentləri məhz bu zalda müzakirə etdikləri məsələləri ətraflı şəkildə danışacaqlar. Mətbuata bəyanatda dövlətlərarası münasibətləri yüksək dəyərləndirən prezident İlham Əliyev birgə həyata keçirilən layihələrin təkcə iki ölkə üçün deyil, daha geniş coğrafiya üçün böyük önəm daşıdığını bildirdi. Dövlət başçısı iki ölkənin əməkdaşlığı nəticəsində əldə olunmuş nailiyyətlərdən də söz açdı. Azərbaycan və Gürcüstan birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri sözün əsl mənasında böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Və bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hal-hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaratmış və əslində orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Dövlət başçısı həmçinin Cənubi Qafqazda sülh gündəliyinə diqqət çəkdi. Bildirdi ki, bölgədəki əmin-amanlığın bərqərar edilməsi hər iki ölkənin marağında olan məsələdir və prosesə həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir və ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. Öz növbəsində Kavelaşvili Azərbaycan və Gürcüstanın ikili standartların hədəfinə çevrildiyini diqqətə çatdırdı. O həmçinin Azərbaycanla Ermənistanın sülh sazişinin mətnini razılaşdırılmasını alqışladığını bəyan etdi.
Vurğulamaq istərdim ki, Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Buna görə də cənab prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Gürcüstan, Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndlər üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzun müddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq.